Ukrayna PUA-ları məhz Rusiyanın neft gəlirlərinə ağır zərbələr vurdu. Gündəm xəbərin efirində 6 aprel tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, nüfuzlu Financial Times nəşri Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın Baltik dənizindəki 2 əsas neft limanına Primorsk və Uslugaya endirdiyi zərbələrin Kremlin iqtisadi dayaqlarına sarsıtdığını qeyd eləyib. Belə ki, neftin dünya bazarında rekord qiymətlərə satıldığı bir vaxtda bu hücum Rusiyanın neft ixracından qazandığı milyardlarla dolları birbaşa təhlükə altına qoyub. Analitiklərin hesablamalarına görə yalnız 29 mart 2026-cı il tarixində bitən bir həftə ərzində Rusiya ixracatçıları məhz bu hücumlar səbəbindən təxminən nə az nə çox 970 milyon dollar itirib ki, bu da 200 milyon dolları təkcə Primorskda yanan xam neftin payına düşmüş olur. Eyni zamanda dünya neft bazarından 8% təmin edən məhz Ustluga limanıdır ki, onun da ixracının 70% azalması əslində qlobal kimya sahəsində ciddi qıtlığa yol açıb. Terminaldakı ölçmə və yükləmə sistemlərinə dəyən zərər gəmilərin doldurulmasını qeyri-mümkün edib ki, bu da Rusiyanın xarici valyuta axınını kəskin şəkildə zəiflətmiş olub. Ukrayna tərəfi bu obyektlərin Rusiyanın müharibə maşınını maliyyələşdirdiyini və strateji hədəf olaraq qalacağını bildirsə də, ekspertlər PUA hücumlarının Qərbin sanksiyalardan daha təsirli bir iqtisadi blokada kimi qiymətləndiriblər ki, hazırda Rusiyanın həm şimal, həm də cənub limanlarının eyni vaxtda hədəf alınması Kremlin ixrac logistikasını tamamilə çıxılmaz vəziyyətə salıb. Məlumat üçün qeyd edək ki, elə bu günlərdə Rusiya məhz Ukraynanı susuz qoymaq üçün xüsusi strateji addımlar atmışdı və bunun qarşılığında da məhz Ukrayna gərəkli olan addımları atacağını bildirmişdi.